Salam əziz izləyicilər. Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi 20 sınaq Azərbaycan dili sınaq kitabından ikinci sınağın izahı ilə davam eləyək. İkinci sınağımızın mövzuları leksika, sözün tərkibi, söz yaradıcılığı bölmələrini əhatə edir. Başlayaq birinci sualımızdan, görək bizdən nə istəyir. Birdə deyir ki, yazıçılarımızdandır sözündə qrammatik şəkilçilər hansı ardıcıllıqla verilmişdir? Şərtimizə düzgün baxırıq. Qrammatik şəkilçilər istədiyinə görə bizə baxırıq burada. Lar cəm şəkilçisi, ımız mənsubiyyət, dan hal, dırda xəbərlik şəkilçisi. Deməli, sualımızın cavabı olacaq E variantı. Cəm, mənsubiyyət, hal, xəbərlik. Yəni bizdən yalnız sözdəki qrammatik şəkilçilər istəyir. Sözdə leksik şəkilçilər var, onlarla işimiz yoxdur. İkinci sualımızda hansı sözün tərkibinə görə təhlili küsülülər sözü ilə eynidir deyir. Burada baxırıq küsülülər sözündə küsməkdən küsü, küsülü, küsülülər. Kökümüzdə, sözümüzdə iki leksik şəkilçi var. Yəni burada umuküsü mənasındadır. İsimdir, isimdən küsülü sifət düzəlib, sonra da cəm şəkilçisi işlənib. Yəni iki leksik şəkilçi var. Qoçaqlar sözünə baxırıq. Qoçaq elə sözün köküdür. Cəm şəkilçisi var. Burada sxema uyğun gəlmir. Əmi, əmim, əmimgil, əmimgildə. Burada da deməli mənsubiyyət, sonra leksik şəkilçi var. Bu da sxema uyğun gəlmir. Boyaqçılar sözü sualımızın cavabı olacaq. Boyamaqdan boyaq, boyaqdan boyaqçı, boyaqçılar. İki leksik şəkilçi sxeminə uyğun gələn budur. Atılmışlar sözündə atmaqdan atılmaq, atılmış, atılmışlar. Burada da fe'li sifət şəkilçisidir. İki qrammatik şəkilçisi var. Yatağımız sözündə də sözün kökü yatmaqdan yataq, yatağımız. Burada da bir leksik, bir qrammatik şəkilçi var. Amma sualımızın cavabı olacaq C variantı. 3-də klasterin şaxələrindəki fikirləri əsas tutmaqla onu tamamlayan fikri bizdən istəyir. Baxırıq, birinci bizə düzəltmə, daha doğrusu dilim sözünü verib və yazıb ki, burada düzəltmə sözdür, leksik mənası var. Deməli, bu sözü necə düşünüblər? Dildən dilim, yəni qarpız dilimi, yemiş dilimi, yəni belə ayrı bir bütövün bir hissəsi kimi düşünülüb və düzəltmə söz kimi düşünülüb. Yazır antonimi var, bu yanlış fikirdir. Tərkibinə görə təhlili bir kök, bir qrammatik şəkilçi sxeminə uyğundur. Bu da yanlışdır. Kök və qrammatik yox, leksik şəkilçi sxeminə uyğundur. Sonra yazır amonim kimi işlənə bilir. Belə bir məqamda yoxdur. Yəni dilim sözünün amonimliyi yoxdur. Mənsubiyyət şəkilçisidir yazır, səhvdir. E variantında deyir, la şəkilçisi artırılsa qrammatik mənası dəyişər. Dilim sözü burada isimdir. Biz buna dilimlə, la ilə artırsaq dilimləmək olacaq feil kimi. Yəni bu düzgün fikirdir. Hansı bənddəki sözə ancaq qrammatik şəkilçilər artırılıb? Baxırıq A variantına. A-da güllük sözünə leksik şəkilçi artırılıb, bu yanlışdır. Meşəlik sözünə yenə leksik şəkilçi artırılıb, olmaz. Yarmaqdan yara, burada da leksik şəkilçi var, bu da şərtimizi ödəmir. Qələmimiz sözündə qələm sözün kökü, qələmimiz mənsubiyyət şəkilçisi, qələmlər sözündə yenə cəm şəkilçisi, qələmdən sözündə də hal şəkilçisi. Yəni ki, D variantındakı bütün sözlərə yalnız qrammatik şəkilçilər artırılıb. Birlik sözündə saydan isim düzəldən leksik şəkilçi var. Bu da şərtimizi ödəmir. Keçək 5-ci sualımızdan davam edək. 5-ci sualda bizdən nə istəyir? 5-də deyir, qrammatik şəkilçinin leksik şəkilçidən əvvəl işləndiyi sözü müəyyən edin. Elə cavabımız A variantıdır. Əmi, əmim, əmimgil, əmimgildəki. Yəni buradakı im mənsubiyyət şəkilçisi leksik şəkilçidən əvvəl gəlib. Digər variantlarda buradakılar birinci leksik gəlib, sonra qrammatik gəlib. Lampadakı sözündə ümumiyyətlə bir leksik var. Bu da şərti ödəmir. Kitablarımız yalnız qrammatik şəkilçidən ibarətdir. Bu da ödəmir. Qələmin də sadə sözdür. Yəni bir qrammatik şəkilçi var, yiyəlik hal şəkilçisi var. Bu yaxud mənsubiyyət yiyəlik, yəni belə düşünə bilərik. Bir qrammatik şəkilçidir, şərti ödəmir. Cavabımız olacaq A variantı. 6-da deyir, bütün əraziləri yaşıllaşdırmışdılar cümləsindəki düzəltmə sözün yarandığı nitq hissəsini, yəni demir kökü nədir? Yəni düzəltmə sözün kökü nədir demir. Deyir hansı nitq hissəsindən yaranıb? Burada yaşıldan yaşıllaşmaq yaranıb, yaşıllaşmaqdan da yaşıllaşdırmaq yaranıb. Yəni mışdılar. Deməli, baxırıq yaşıllaşdırmaq feili yaşıllaşmaq feilindən yaranıb. Sualımızın cavabı olacaq C variantı. Bitişdirici samitin işlənib işlənmədiyini dəqiq müəyyən etmək mümkündür. Bu sualımıza baxaq, 7-ci sualımızla davam edək. Deməli, bizə nə deyir? Atanın silahı. Biz bunu necə düşünə bilərik? Bir düşünə bilərik, atanın, bax, 3 cür bu sözü düşünə bilərik. Bax, atanın, yazaq üçünü də, atanın. Bax, bir düşünə bilərik, sənin atan, ata sözün kökü, sənin atan mənsubiyyət, ın da yiyəlik al. Bir düşünə bilərik, ata sözün kökü, ın yiyəlik al şəkilçisi, nını burada bitişdirici kimi düşünə bilərik. Bir düşünə bilərik, atmaq feil kimi, silah atan adam mənasında, an feili sifət, ın da yiyəlik al şəkilçisi kimi. Yəni biz bunu bitişdirici samitin işlənib, işlənmədiyini dəqiq müəyyən edə bilmədik. A variantına baxaq buna. Keçək B variantındakı sözümüzə baxaq. B-də bizə nə deyir? B-də deyir ki, heyvanın sözünü yazıb. Bunu da iki cür düşünə bilərik. Bir düşünə bilərik heyvan, heyvan.
Yazaq bir dəqiqə heyvanın. Yəni bir düşünə bilərik heyvan kimi, yəni itin, pişiyin, hansısa bir heyvanın rəngi mənasında. Bir də heyva, heyva, yediyimiz heyva, burada n bitişdirici kimi, ında yiyəlik hal şəkilçisi kimi. Yəni bunu da biz dəqiq müəyyən eləyə bilmərik ki, burada işlənib ya işlənməyib. Ona görə B variantı da sualımızın cavabı ola bilməz. Gələk C variantındakı sözümüzə. C-də nə deyir bizə? C-də deyir ki, qələmini itirən. Biz bunu necə düşünə bilərik? Düşünə bilərik bir qələmini sözünü, bir sənin qələmini, bir də onun qələmini. Bax, sənin qələmin mənsubiyyət i təsirlik hal şəkilçisi kimi, bir də qələm, bir də buradakı i təsirlik hal şəkilçisi kimi. Yəni daha doğrusu qələmi mənsubiyyət n bitişdirici i təsirlik hal şəkilçisi kimi. Yəni yenə iki məqamda düşünə bildiyimizə görə bunu da cavab olaraq götürə bilmərik. Gələk D variantındakı sözə. D-də nə deyir? Deyir kompüterin hissələri, baxırıq kompüterin hissələri yazır. Bunu ancaq bir cür, kompüter sözün köküdür, indi burada yiyəlik hal şəkilçisidir, yəni burada başqa cür düşünə bilmirik. Sualımızın cavabı elə budur. E bəndindəki sözə də baxaq, sırğanı götürmək. Burada da yenə bunu da iki cür düşünə bilərik, sırğanı. Deməli, bir düşünə bilərik sənin sırğan, sırğa sözün kökü, sənin sırğan, mənsubiyyət sırğanı. Bir də sırğanı bəyəndim, sırğa sözün kökü nədir? Bitirici samit, I da təsirlik hal kimi. Yəni sırğanı bəyəndim. Deməli, yenə bunu da iki cür düşünə bildiyimizə görə cavabımız olacaq D variantı. Gələk növbəti sualımızdan, 8-ci sualımızdan davam eləyək. 8-də bizə nə deyir? Deyir, sözlərdən biri düzəltmə deyil. Baxırıq, otlu sözündə leksik şəkilçi var, düzəltmədir. Otlamaq sözündə yenə düzəltmədir. Otluq düzəltmədir. Otlaq düzəltmədir. Hamısı isimdən düzəlib. Amma otlar sözündəki larlər cəm şəkilçisidir. Bu sadə sözdür. 9-da deyir, cümlələrdən birində frazoloji birləşmə işlənmişdir. Bilirik ki, frazoloji birləşmə bütövlükdə bir leksik məna ifadə edən birləşmələrdir. Mütləq ən azı iki söz olmalıdır, məcazi məna olmalıdır. Abdal at mindi, özünü bəy sandı. Burada məcazi məna ifadə edən elə bir söz birləşməsi yoxdur. Türkiyədə bir ağac yanarsa, Azərbaycanda min ürəyə təsir edər. Burada min ürəyə təsir edər. Burada məcazilik hardasa müəyyən qədər var, amma təsir etmək mürəkkəb feildir. Burada bu söz birləşməsi deyil, frazoloji birləşmə deyil. Ona görə bu yanlışdır. Üzünə gülər, ayağından çəkər. Yəni ayağından çəkmək burada ayağından çəkmək, quyusunu qazmaq mənasında frazoloji birləşmədir. Sualımızın cavabı olacaq. C bəndi. Cahil ilə dostluq etsən peşman olarsan. Burada da yenə dostluq etmək, peşman olmaq, bunlar da mürəkkəb feillərdir. Burada da məcazilik yoxdur. Nadan dostdan ağıllı düşmən yaxşıdır. Burada da yenə frazoloji birləşmə yoxdur. Sözlərdən biri amonim deyil deyir. Baxırıq biz cavabımız 6 sözü olacaq. 6 say kimi işlənir yalnız. Yəni digər bir məqamda stolun altı. Məsələn, düşünsəz ki, belə homonim ola bilərmi? Olmaz. Məsələn, biz baxmalıyıq başlanğıc formasına. Məsələn, 6 sözünü say kimi düşünürük belə. Amma 6 sözündə, məsələn, stolun altı orada olacaq qrammatik şəkilçi. Bu da hansısa sözdən amonim ola bilmir. Yol sözü homonim olar. Yolmaq feili, yol ismi homonim olar. Sarımaq feili var, sarı sifəti var və sarı qoşması var. Tar sözü bir musiqi aləti kimi tar var. Bir də toyuqların kənd yerlərində toyuqların yatdığı hində onların altına qoyulan ağac mənasında tar mənası var. Tar sözü var. Buruq sözü də yenə isim kimi, buruq sifət kimi, yəni bu da amonim kimi sözlərimizə aiddir. Sinonim sözlərlə bağlı doğru fikir deyil deyir bizə. Eyni nitq hissəsinə aid olur. Bəli, sinonimlər eyni nitq hissəsinə aid olur. Düzgün fikirdir. Yaxın mənalı sözlərdir. Düzgün fikirdir. Deyilişləri, yazılışları fərqli olur. Bəli, deyilişi, yazılışı fərqli, mənaca bir-birinə yaxın olan sözlər sinonimlər hesab olunur. Yersiz təkrarın, bəli, nitqdə yersiz təkrarın qarşısını almaq üçün biz onlardan istifadə edirik. Yazır, leksik mənası fərqli olur. Bu yanlışdır. Sinonimlərin leksik mənaları bir-birinə yaxın olur. Sonra gələk 12-ci testimizdən davam eləyək. Nümunələr içərisində fərqləndirilmiş sözlərdən hansının antonimi yoxdur? Yaman sözünün antonimi yaman gün, pis gün, yəni yaxşı gün. Onun antonimi yaxşı var. Sonra bərkdir, məsələn, bərkdir, boşdur mənasında. Buna da antonim tapmaq olar. Hər gecəm oldu kədər. Məsələn, burada kədər sözünün antonimi sevinc ola bilər. Bunda antonimi var. Düşmən, dost. Məsələn, bu sözdə antonim tapa bilərik, amma daş sözünün antonimi yoxdur. Ona görə sualımızın cavabı olacaq C variantı.
Doğru fikir hansıdır? Sözün kökü əsasən həm leksik, həm qrammatik mənaya malikdir. Bu düzgün fikirdir. Yəni sözün kökü nədir? Həm leksik, həm qrammatik mənaya malik olan hissəsidir. Elə sualımızın cavabı olacaq A variantı. Dilimizdəki şəkilçilərin hamısı 2 və ya 4 variantlıdır. Bu yanlış fikirdir. Dilimizdə bir variantlı şəkilçilər də var. İstər milli şəkilçilər, istər alınma şəkilçilər. Qrammatik şəkilçilər də leksik şəkilçilər kimi milli alınma olur. Bu da yanlış fikirdir. Qrammatik şəkilçilər yalnız millidir. Leksiklərdə də 2-4 cür yazılanlar millidir. Bir cür yazılanların içərisində alınma da var, minli də var. Onda, bunda əvəzliklərində bitişdirici samit yalnız saitləri birləşdirmişdir. Xeyr, burada bitişdirici samit öz funksiyasından fərqli funksiyada işlənib. Yəni, deməli, burada o əvəzliyimiz, bu əvəzliyimiz var. Saitlə bitən əvəzliklərdir. Dadə yerlik hal şəkilçisi samitlə başlamasına baxmayaraq, burada n bitişdiriciləri funksiyasından fərqli funksiyada işlənib. Yəni, yalnız saitləri birləşdirmişdir. Fikri ona görə yanlışdır. Mürəkkəb sözləri bitişik və depslə yazılar deyir, amma mürəkkəb sözlər bitişik, depslə ayrı yazılar. Ona görə cavabımız olacaq A variantı. Gələk 14-cü testimizdən davam eləyək. 14-də bizdən nə istəyir? Deyir, hansı sözün tərkibinə görə təhlili düzgün göstərilmişdir? Baxırıq, dəyənək sözündə burada yenə tərkibi təhlili yanlış göstərilib. Çalışmaqdan sözündə yenə çalışmaq bir leksik, daha doğrusu leksik şəkilçi heç burada yoxdur, yəni burada verib. Ona görə çalış sözün köküdür, maqdan qrammatik şəkilçilərdir, yanlışdır. Ağardıcı sözü düzgün təhlil olunub. Ağdan ağarmaq, ağartmaq, ağardıcı. Yəni bu ağardıcı sözünün cavabı burada düzgün verilib. 3 leksik şəkilçi işlənib. Bütpərəstlik, burada da yəni bütpərəstlik. 2 leksik şəkilçi var, birini göstərib. Damğalatmaq sözündə də damğa, damğalamaq, damğalatmaq, damğalatdırmaq 3 leksik şəkilçi olmalıdır, bir qrammatik şəkilçi olmalıdır. Bunu da yanlış verib. Ona görə sualımızın cavabı olacaq C variantı. Həm homonim, həm də çoxmənalı söz kimi işlənə bilər. Deməli, biz burada baxırıq əqrəb sözünə. Əqrəb sözünü biz amonim kimi götürə bilərik. Saatın əqrəbi yaxud həşərat əqrəb kimi, heyvan əqrəb kimi götürə bilərik. Homonim kimi. Əqrəb sözünü hardasa məcazi mənada düşünmək olar. Yəni, əqrəb kimi insanlar, xain insanlar. Məcazi mənası da var, amma dildə o qədər də, belə deyək də, qəbul olunmur, elə bilirəm. Yəni, cavab kimi bizə bunu verməyib. Tar sözünü, bayaq da dedik, tar sözü musiqi aləti kimi, bir də o toyuqların altına qoyulan taxta kimi, amonim kimi götürmək olar. Bunu həm çox mənalı düşünmək olmaz. Xar sözü də xar, belə deyək də, xar tikan mənasında, məsələn, üzüqara olmaq mənası var. Yəni, bunu da amonim kimi düşünmək olar. Bunu çox mənalı kimi düşünmək olmaz. Qazan sözü, qazan həm, belə deyək də, evdə işlətdiyimiz əşya kimi, həm də pul qazanmaq mənası, feil mənası kimi biz bunu götürə bilərik. Amonim kimi digər mənasında isə ad qazanmaq, hörmət qazanmaq çox mənalı söz kimi də düşünə bilərik. Od sözündə yenə yoxdur, homonimliyi yoxdur. Köməkçi nitq hissələrinə aid xüsusiyyəti müəyyən edin. Söz yaradıcılığında iştirak edir. Köməkçi nitq hissələri söz yaradıcılığında iştirak eləmir. Bunlar bu leksik, belə deyək də, əsas nitq hissələrinə aiddir. Köməkçi nitq hissələrinin yalnız qrammatik mənası var. Bu fikir düzgündür. Yalnız qrammatik mənası var, amma əsas nitq hissələrinin həm leksik, həm qrammatik. Ayrılıqda müstəqil leksik mənaya malik olmur. Müstəqil formada suala cavab vermir. Ayrılıqda cümlə üzvü olmur. 16-cı sualımızda cavab olacaq B variantı. 17-ci testimizlə davam eləyək. 17-də bizə deyir, homonim kimi işlənə bilən hansı sözlər eyni nitq hissəsinə aid deyil? Baxırıq burada şəkər sözü. Bir şəkər xəstəlik kimi, bir də bizim bildiyimiz şəkər tozu kimi, yəni hər iki mənası isimdir, getdi. Çəki sözü, çəki balığı, bir də əşyanın aldığımız nəyinsə çəkisi. Burada da hər iki mənası isimdir, getdi. Qol sözü, yenə qol insanın qolu, bədən üzvü kimi, yaxud imza, futbolda vurulan qol, yenə isimdir, hər iki mənası isimdir, hər üç mənası isimdir. Burun sözü, istəyir coğrafi termin olsun, istəyir insan bədən üzvü olsun, hər ikisi isimdir. Yarı sözü burada yarımaq mənasında və yarı mənasında işlənir. Ona görə bu cavabımız olacaq B variantı, yəni fərqli nitq hissələri kimi işlənilir. Qulaq asmaq frazoloji birləşməsində frazoloji sinonimini bizdən istəyir. Baxırıq burada qulaq asmaq. Qulaq asmaq bizdən frazoloji sinonimi istəyir. Ümumiyyətlə, frazoloji birləşmələri yadımıza salaq. Frazoloji sinonim deyirsə, frazoloji birləşmələrin sinonimi, amonimi, antonimi mütləq frazoloji birləşmə olmalıdır. Ona görə dinləmək onun ifadə elədiyi mənadır. Sinonimi ola bilməz. Qulaq asmaq, qulaq vermək, bəli, bunlar bir-birləri ilə sinonim ola bilər. Digərləri variantları heç biri uyğun gəlmir. Ona görə cavabımız olacaq B variantı. Bəyənməmək mənasında olan frazoloji birləşməni bizdən istəyir. Bəyənməmək ağız büzmək, dodaq büzmək mənasında işlənir. Ona görə cavabımız olacaq C variantı. Gələk 20-ci sualla davam eləyək. 20-də bizdən nə istəyir? 20-də bizə deyir ki,
deməli, yazır ki, dilotu yemək söz birləşməsinin bizdən uyğunsuzluq istəyir. Şərtə diqqət eləyək. Dilotu yemək söz birləşməsinin antonimi az danışmaq ifadəsidir. Bayaq da dedik. Yəni frazoloji birləşmənin antonimi, sinonimi, amonimi mütləq frazoloji birləşmə olmalıdır. Burada bu fikir yanlışdır. Qabağına da yanlış yazıb. Deməli, bu ikisi doğrudur. Burada bir uyğunsuzluq yoxdur. Söz vermək frazoloji birləşməsinin sinonimi boyun olmaq ifadəsidir. Bu da düzgün fikirdir. Yəni söz vermə. Əslində biz qayda olaraq öyrənirik ki, olmaq, etmək, eləmək o qədər də belə deyək də frazoloji birləşmə yaratmır. Amma biz onu o vaxt frazoloji birləşmə götürürük ki, orada bir məcazilik olsun. Yəni boyun olmaq kiməsə söz vermək anlamındadır. Yəni bu burada doğru fikirdir. Yəni bu sinonimi boyun olmaq ifadəsi burası da doğrudur. Burada da doğru yazıb. Deməli burada uyğunsuzluq yoxdur. Sabit söz birləşmələrinin əsas və asıl tərəfi olur. Burada da yanlış yazıb. Burada da yanlış, qabağına yanlış yazıb. Yəni onlarda əsas, asıl tərəf, birinci, ikinci tərəf anlayışı olmur. Bu da doğrudur. Sonra, yəni yanlışdır, qabağında da yanlış yazıb. Uyğunsuzluq yoxdur. Cin atına minmək söz birləşməsinin sinonimi deyir. Qəlbinə yol tapmaqdır. Amma bu qəlbinə yol tapmaq tamamilə fərqli mənadır. Cin atına minmək fərqli mənadır, hirslənmək mənasıdır. O burada qabağına, yəni bu yanlışdır, bura doğru yazdığına görə bu belə deyək də şərtimizi uyğunsuzluq elə burdadır, D variantındadır. Başa vurmaq frazoloji birləşməsi mənalardan biri bitirmək sözüdür. Bəli, başa vurmaq belə deyək də başa vurmaq bir işi bitirmək mənasıdır. Bir də yaxşılığı başa vurmaq, üzünə qalxmaq mənası da var. Yəni buna görə burada bitirmə mənalarından biri bitirmək sözüdür. Bu da düzgün fikirdir. Qabağına da düzgün yazıb. Yəni bu da şərti ödəyir. Gələk 21-ci testə. Nümunələrdən birində yalnız qrammatik mənaya malik olan söz də işlənmişdir deyir. Yalnız qrammatik mənaya. Burada da baxırıq sadə sualdır. Yəni ki, ey ulu alim, ey burada çağırış nidası işlənib. Digərlərində baxsaq, məsələn, elmdir yaradan qədir qiyməti, savadsız adamın nə mərifəti. Yəni burada nə sözü sual əvəzliyidir. Yəni hansı mərifəti? Yəni mənasındadır. Burada yoxdur. Köməkçi nitq hissəsi çox oxumaq feilin qabağında gəlib. Çox burada zərf mövqeyindədir. Çomağın ucuna dikib gözünü onlar saatlarla oturur belə. Belə oturmaq yenə burada əvəzlikdir. Zərfin yerində işlənib. Burada da belə deyək də, köməkçi nitq hissəsi yoxdur. Sən məni 1 dəqiqə gözlə, 2 dəqiqə gözlə, 3 dəqiqə gözlə. Burada da bir söz say mövqeyindədir, köməkçi nitq hissəsi deyil. Gələk 22-ci sualımızdan davam eləyək. 22-ci sualda bizdən nə istəyir? Yalnız mürəkkəb sözlərdən ibarət cümləni istəyir. Məktəbimizdəki otaqlar bayramsayağı bəzədilmişdir. Burada baxırıq məktəbimizdəki düzəltmə sözdür, otaqlar sadə sözdür, şərtimizi ödəmir. Deməli, baxırıq B variantına. Bugün mürəkkəb zaman zərfidir, Məmmədəli mürəkkəb isimdir, tez-tez zərfdir, müraciət etmək də mürəkkəb feildir. Yəni, deməli, burada bütün sözlər mürəkkəb sözlərdir. Ona görə sualımızın cavabı olacaq B variantı. Sırağa gün, sadə, sırağa gün, bildir, initial, sadə zaman zərfləridir. Dəvət olunmaq mürəkkəbdir, amma burada çoxdur, sevinməkdir. Bunlar hamısı sadə sözlərdir. Kəşfiyyatçılar düzəltmədir, yəni bu da şərtimizi ödəmir. 23-cü testimizdən davam edək. 23-cü testimizdə bizdən nə istəyir? Deyir, körpə məzlumanə bir baxışla ətrafa baxırdı. Nümunəsindəki sözün leksik təhlili ilə bağlı yanlış istəyir. Körpə sözü çox mənalı sözdür, bəli, bu düzgün fikirdir. Yəni ki, körpə arzular, körpə budaqlar, körpə ağaclar bu mənada məcazi məna ifadə eləyir. Ona görə çox mənalı kimi götürə bilərik. Həm leksik, həm qrammatik mənası var. Həm leksik, həm qrammatik mənası var. Bu da düzgün fikirdir. Ona görə götürmürük. Sonra antonimi var. Körpə sözünün antonimi körpə yaxud böyük mənasında antonim kimi düşünə bilərik. Uşaq sözü ilə sinonimdir. Körpə sözü sifətdir. Uşaq sözü isə isimdir. Bunlar bir-biri ilə antonim ola bilməz. Omonim kimi işlənə bilir. Xeyr, fərqli leksik mənası yoxdur. Ona görə omonim kimi düşünə bilmərik. 23-cü sualımızın cavabı olacaq 4 və 5. 24-də deyir, hansı nümunələr həm dilə, həm də dilinə sözlərinə qoşularaq fərqli mənalı frazoloji birləşmələr. Bax, burada bizə nə deyir? Biz əsas şərtə baxmalıyıq. Fərqli mənalı frazoloji birləşmələr yarada bilməlidir. Deməli, biz onları seçməliyik. Baxırıq, burada dilə tutmaq olar, amma dilinə tutmaq olmaz. Ona görə biri çıxırıq. Dilə gəlmək də olar, dilinə gəlmək də olar. Fərqli mənalar ifadə edir. Dilə gəlmək, danışmaq, dilinə gəlmək nəyisə demək istəmək mənasında. Dilə yatmaq, dilinə yatmaq. Amma bu eyni mənanı ifadə edir. Yəni, hər ikisini artıra bilirik. Dilə yatmaqda, dilinə yatmaqda, yəni uyğunlaşmaq mənasında da eyni məna ifadə edir. Ona görə götürmürük. Dilə basmaq, dilinə basmaq, yəni bu heç birinə uyğun gəlmir. Dilə gətirmək, dilinə gətirmək. Kimisə danışdırdı, dilə gətirdi. Bir də var, dilinə nəyisə, hansısa bir sözü gətirdi. Bax, burada fərqli leksik məna dediyinə görə cavabımız olacaq 2 və 5. Gələk 25-ci sualımızdan davam eləyək. 25-də bizə deyir ki, 25-də bizə nə deyir? Deyir ki, döyüşçü və döyüntü
sözlərinin Venn diaqramını tərkibinə görə təhlilinə baxacağıq. Deyir, tərkibinə görə təhlili kök bir leksik sxeminə uyğundur. Burada baxırıq, döyməkdən döyüş, döyüşdən döyüşdür. Yəni, burada doğru fikirləri bizdən istəyir. Burada bir leksik yox, iki leksik şəkilçi var. Ona görə birinci fikir yanlışdır. İsimdən yaranan isimdir, bəli. Döyüşçü sözü döyüş ismindən yaranıb. Döyüşçü, qapçı, dənizçi və s. Xçı isimdən isim düzəldən şəkilçidir. Bu düzgün fikirdir. Sonra, həm kökü, həm yarandığı nitq hissəsi eynidir deyir. Amma döyüşçü sözünün döymək feilindən yaranıb, daha doğrusu döymək feili, kökü döymək feilidir, yaranıb döyüş ismindən. Yəni, kökü ilə yarandığı nitq hissələri fərqlidir. Ona görə üçü də çıxırıq. Döydürmək sözləri ilə kökləri eynidir deyir. Döydürmək sözü həm döyüşçü sözünün, həm də döyüntü sözünün kökü döydürmək feili ilə eyni köklüdür. Yəni, hər ikisinin kökü, hər üçünün kökü döy feilidir. Ona görə bu da ortada yazılmalıdır. Feildən yaranan isimdir, bəli. Döyməkdən döyünmək, feildən, daha doğrusu döyməkdən döyünmək, döyünməkdən döyüntü. Ona görə deməli, feildən yaranan isimdir, cavabı düzgün olacaq. Deməli, 25-ci sualımızın cavabı olacaq 2 və 5. 26-cı sualımızla davam eləyək. 26-da bizə nə deyir? Tərkibində iki leksik şəkilçili bir sözün olduğu cümlələri müəyyən edin. İki leksik şəkilçili bir söz istəyir bizdən. Onu bu işdən çəkindirdilər. Çəkməkdən çəkinmək, çəkindirmək, çəkindirdilər. Yəni, iki leksik şəkilçi var birinci sözümüzdə, birinci cümləmizdə. Evin tikilişi üçün alınmış sement daşlaşmışdı. Burada tərkibində iki leksik şəkilçili bir söz deyirsə bizə. Baxırıq, tikməkdən, tikilmək, tikiliş. Burada iki leksik şəkilçi var. Almaqdan alınmaq. Burada bir leksik şəkilçi var. Burada da daşlaşmaq sözü, yəni ki, daşlaşmaq burada bərkimək mənasında da bir leksik şəkilçi var. Yəni, ikinci cümləmizdə tikilişi sözündə iki leksik şəkilçi var. Ona görə ikini də götürük. Uşağın elədiyi hərəkət valideynlərdə peşmanlıq yaratdı. Yəni, burada da belə deyək də, leksik şəkilçili söz yoxdur. Sonra, ürək döyüntüləri düzəlməyə başlamışdı. Yenə burada da baxırıq, döyməkdən, döyünmək, döyüntü. Burada da deməli, iki leksik şəkilçi var. Başlamışdı sözündə də bir leksik şəkilçi var. Yəni, bizi bir dənə sözdə olduğuna görə 1, 2, 4. Çörək qırıntısı evin hər yerinə dağılmışdı. Burada da qırmaqdan qırıntı isimdir. Dağılmışdı sözü də ümumiyyətlə sadə sözdür. İkili qrammatik şəkilçi olan sadə sözdür. Bu da şərtimizi ödəmir. 26-cı sualımızın cavabı olacaq 1, 2 və 4. Gələk növbəti 27-ci sualımıza. 27-ci sualda bizə nə deyir? 27-də deyir, uyğunluğu müəyyən edin. Baxırıq, bir leksik şəkilçili düzəltmə söz, iki leksik şəkilçili düzəltmə söz, üç leksik şəkilçili düzəltmə söz. Deməli, bura sözü heç birinə aid deyil, bu getdi. Yarğan sözü yarmaqdan yarğan, yəni yarmaq feilindən yarğan ismi əmələ gəlib, bir leksik şəkilçidə birə gedəcək B variantı. Xoşbəxtlik sözü mürəkkəb sözdür, bu da heç birinə getməyəcək, yəni bizdən hamısında şərtlərimizdə düzəltmə sözü istəyir. Azaltmaq sözü azdan azalmaq, azaltmaq. Burada da iki leksik şəkilçi var, ikiyə gedəcək D variantı. Yazıçılıq sözündə də yazmaqdan yazı, yazıçı, yazıçılıq. 3 leksik şəkilçi var, 3-ə də gedəcək E variantı. Deməli, 27-ci sualda 1-ə B, 2-ə D, 3-ə E. Hələlik bu qədər. Sağ olun.